Hı hı. Dayaq hərəkət aparatı. Ümumiyyətlə, dayaq hərəkət aparatından danışırıqsa, ilk növbədə biz onun funksiyalarından danışmalıyıq. Dayaq hərəkət aparatı sümüklər, sümük birləşmələri, əzəllər ibarətdir. Və onların funksiyasına gəldikdə biz deyirik ki, dayaq hərəkət aparatı bizim bədənimizin dayağını təmin edir, hərəkətimizə xidmət edəcək, müdafiə xidmət edəcək. Yəni, məsələn, döş boşluğunu qoruyur, orada çox qanları, onurğa beyni qoruyur, içəridə boşluqda olan beyni qoruyur. Qan yaratmaq funksiyası. Demək, sümüklərdə qan yaratmaq funksiyası da var. Bilirik ki, sümüklərin tərkibində qırmızı sümüklü var. Məsələn, uşaq yaşlarında olanda bütün sümüklər qırmızı sümüklərindən bütün sümüklərin tərkibində qan yaranır. Böyüdükcə isə yatlı sümüklərin tərkibində artıq qan yaranma prosesi baş verəcək və sümükdə təbii ki, kalsium və fosfor mübadiləsi təmin olur. Bizim bundan əvvəl keçdiyimiz dərs nə idi? Dedik, xolesterin hormonu, parat hormonlar bir-birinə antagonist təsir göstərir. Yəni, biri qanın alır, biri də sümüyə, digəri sümükdən kalsium alıb verir qana və bu formada mübadilə proseslərində iştirak olunurdu. İndi isə sümük toxumasından danışmalıyıq. Sümük toxumasının tərkibində sümük hüceyrələri və hüceyrə arası maddə var. Sümük hüceyrələri 1/3 hissə əgər burada hüceyrə varsa, 2 dəfə ondan çox da hüceyrə arası maddə var. Məsələn, bizə deyə bilər ki, 9 kiloqram sümük toxuması var. Bunun tərkibində nə qədər hüceyrə arası maddə var? Biz bilirik ki, hüceyrə X-dir. Hüceyrə arası maddə 2-dən ondan çox. 2x qədər də hüceyrə arası maddə var. Bərabər 9. 3x bərabər 9, x bərabər 3. Demək, x nə oldu? Hüceyrə sayı. Hüceyrə 3-dürsə, hüceyrə arası maddə 2 dəfə çox, 6 kiloqram olacaq. Bu formada biz sümüyün tərkibində olan hüceyrə və hüceyrə arası maddəni tapa bilirik. Daha sonra sümüyün tərkibində var üzvü və qeyri-üzvü maddələr. Üzvü maddə sümüyə elastiklik verir. Yəni, aşağı yaşlı insanlarda üzvü maddənin miqdarı kifayət qədər çoxdur. Ancaq yaş artdıqca sümüyün tərkibində olan üzvü maddələr, üzvü nə idi? Karbohidratlar, zollar, lipidlər bunlar başlayır azalmağa. Əksinə, qeyri-üzvü maddələr, yəni duzların miqdarının artması baş verir. Duzlar sümüyə sərtlik, mineral birləşmələri isə onlar artıq üzvü birləşmələri onlar sümüyə elastiklik verəcək. Amma belə deyək də, nədən asılıdır bunlar? Təbii ki, yaşdan asılıdır. Baxırıq burada qrafiklərə. Deməli, yaşdan asılı olaraq üzvü maddə tərs gördüyümüz üçün. Yəni, yaş artdıqca üzvü maddənin miqdarı azalır. Məsələn, mənim 5 yaşımda olan üzvü maddə indi yoxdur. Niyə? 5 yaşında bir uşaqları gimnastikaya qoyuruq? Çünki onların sümükləri formalaşmayıbdır. Necə istəsək, o formada forma alacaqdır. Amma 1 yaşdan sonra sümüyün tərkibində qeyri-üzvü maddə, yəni duzlar formalaşandan sonra, toplanandan sonra artıq başlayır sümükdə sərtlik meydana çıxmağa. Bu sərtlik bizdə sümüyə biraz möhkəmlik, daimi forma verəcək. Sümüklərdə artıq əyilmə olmayacaqdır. Hətta baxırıq ki, uşaqlar, aşağı yaş qrupları tez-tez yıxılır, amma sümükdə sınma hadisəsi olmur. Amma yaşlı insan biraz belə ayağı büdrəsi sümük sınır. Niyə? Çünki bunların tərkibində qeyri-üzvü maddə kifayət qədər çoxdur. Sonra, buradan problemimiz yoxdur ki, sümüklərin növlərindən danışacağıq. Sümüklərin növləri hansılardır? Birinci növbədə biz deyirik, sümüklər ölçülərinə, formalarına görə fərqlənirlər. Biz onları uzun, qısa, yatlı və qarşı sümüklərə bölürük. Baxırıq indi uzun sümüklər. Uzun sümüklər ətraflarımızın sərbəst hissəsində olan sümüklərdir. Yəni, ön ətrafında bazu, sahil, əl pəncəsi, arxa ətrafında but, öndə olan baldır aşağıda, ayaq pəncəsindən təşkil olunur. Və hər birində də, məsələn, bazu özü tək bir dənə sümük. Hara birləşir? Şuraya sümük birləşir. Amma sahil özü 2 dənə sümüyün birləşməsindən təşkil olunurdur. 2 sahil dirsək və sümüklərdən ibarət olacaqdır. Sonra baxırıq but və baldır. But da yəni bir dənə cəmi sümükdür, amma baldır 2 sümüyün birləşməsidir. Və baldırda yadımıza saxlayırıq ki, incik sümük gəlib diz qapağına çatmır. Birləşmir. Yəni, baldırda olan o qamış kimi sümük var, öndə o, hətta əlinizi toxundursanız, itiliyi hiss edərsiniz baldır hissəsində, o qamış sümükdür. Onun arxasında xırda nazikidən olacaq incik sümük və həmin incik sümükləri diz qapağına çatmır.
Ondan biraz aşağıda yerləşir. İndi o şəkildə də biz göstərəcəyik sizə. Sonra cəmi neçə sümük eləyəcək bunların hamısı bir yerdə? 12 ədəd sümük. Deməli, 12 ədəd sümük bizim sərbəst qrupumuza aiddir və təbii ki, qan yaranmada burada göstərmişik. Qan yaranmada iştirak edir. Mütləq sümük ilində həm leykosit, həm eritrosit, həm də trombositlər yarana bilir. Biz bunu qan dərsində, qan yaranmada daha dəqiq öyrənəcəyik. Sonra keçirik növbəti sümüklərimizə. Bunlar isə qısa sümüklərdir. Təbii ki, bizdə əl daraq sümükləri var, əl daraq arxası sümükləri var, bir də var falanqalarımız. Əl daraq arxası bilək sümükləridir. İki gərişdə yerləşirlər və orada cəmi əl daraq arxasında 16 sümük var. İki əlimizdə bir yerdə. 4, 4, 8 burada, 8 burada. Cəmi 16 sümük. İki gərişdə 4 dənə burada, ikinci yerdə 4 dənə. 8 oldu, bir bilək 8 sümük. Bu da bir bilək 8 sümük. Cəmi 16 sümük gelir. Əl darağı sümükləri də 5 orta hissələr 1, burada sümük hissələri dərsini əl darağı 5 sümük, 5 sümük, 10 dənə cəmi sümük var. Sonra falanqalar. Falanqalar sayırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bir əlimizdə 14 falanqa var, iki əlimizdə 28 falanqamız olacaq. Hansı 2 dənə falanqadan təşkil olunur? Bir dənə baş barmağımız 2 falanqadan təşkil olunur. Digərləri 3 falanqadan təşkil olunur. Bizdə testlərdə bir sual var idi. Hansı sümüklər bir sümük birləşməsi yaradır? Mesela axırıncı falanqamız da bir sümük birləşməsi yaradanlar arasındadır. Niyə? Bu hara birləşir? Növbəti falanqaya birləşir. Ona görə bu da bir sümük birləşməsi yaradır. İrəliyən dərs hissələrdə sümük birləşmələrini danışacağım. Sonra ayaq darağı sümükləri. Ayaq darağı arxasında birinci ayaq darağı arxasında 10 dənə sümük olacaq. Baxırsan, burada göstərmişik. Bax, burada 10 şəkildə var. Torsa göstərdi. Sonra ayaq falanqaları yenə 28 falanqadan təşkil olunur və ayaq darağı arxası 14 sümükdən ibarət olacaqdır. Keçid alırıq, buradan sualımız yoxdursa, bu qısa boylu sümüklər qırmızı sümüyü olur. Təbii ki, biz deyirik. Bunlardan sarı sümüyü olmur. Sarı sümüyü hansında oldu? Ətraflarına isə sərbəst hissə. Bayaq danışdığımız 12 sümük var idi ki, onlarda həm qırmızı sümüyü var, həm sarı sümüyü var. Amma qısa sümüklərdə ancaq qırmızı sümüyü var. Bütün bizim bədənimiz, skeletimiz cəmi 220 dənə sümükdən təşkil olunur. Hamısında qırmızı sümüyü var. Amma cəmi 12-sində sarı sümüyü var. Yəni ortası boşdur, orada sarı sümüyü yerləşəcək. Sonra danışacaq yaxşı sümüklər. Yaxşı sümüklər hansılardır? Əsasən biz deyirik ki, yaxşı sümüklər mühafizə, dayaq funksiyasını yerinə yetirən sümüklərdir. Bədən boşluqlarını yaradır. Məsəl üçün, kəllə qapaq sümükləri kəllə boşluğunu yaradacaqdır. Hansılardır? Alın sümük öndə olan, ortada təpə sümük, yanında ikinci sümük, arxada isə ənsə sümükdən təşkil olunur. Burada da göstərmişik. Sternum deyirik, bax, öndə döş sümüyü, bu da yaxşı sümüklərə daxildir. Sonra kürək sümüyü burada var, şəkildə göstərilibdir. Sonra bax, qaburğalar, bunlar da yaxşı sümüklərə daxildir. Bir də var bizə çanaq sümüyü, bu növbəti şəkildə yəqin ki, mən burada qarşıda göstərmişim. Çanaq sümüyü bir dənə göstərməmiş şəkildə yox. Bir dənə çanaq sümüyümüz var ki, onlar yaxşı sümüklərin tərkibinə daxildir. İndi sayıları maraqlıdır bizə. Sayıları nə qədərdir? Kürək sümüyü burada gördüyün 2 dənə sümük sağ sol tərəfdə olur. Qaburğaların sayı 24 dənə qaburğadır. Döş sümüyü öndə olur. 3 hissədən ibarətdir. Bunda da Time'da test var. Orada soruşur ki, döş sümüyü neçə hissədən ibarət. Bizə lazım deyəsən, bu proqramda yoxdur, amma pis deyil. Deməli, onun yuxarı hissəsi, orta əsas hissəsi, aşağı pəncərə bənzər çıxıntı olan hissəsindən təşkil olunubdur. Döş sümüyü 1 ədəddir, kürək sümüyü 2 ədəddir, qaburğalar 24, çanaq sümüyü də yenə 2 ədəd çanaq sümüyündən təşkil olunubdur. Alın sümüyü 1 ədəddir, təpə 2 dənədir, 3 dənə oldu mu cəmi? 2 dənə bu 5 dənə, bir dənə də ənsə 6 sümükdən kəllə qapaq sümüklərindən təşkil olunubdur. Bu qədər. Bunlar oldu bizim yaxşı sümüklər. Adlarını bilməyimiz vacib, çünki növ sayı soruşanda yastı, qarışıq, qısa sümük kimi sayacaqsan artıq skeletdə. Qarışıq sümüklərə baxırsan ki, qarışıq sümüklər kəllə əsası sümükləri adlanır. Kəllə əsası sümükləri nələrdir? Kəllə qutusunun içərisində bir kəpnəyə bənzər çıxıntı var. Daha sonra kəllə bir ayrıca kalbir sümüyü var. Ümumiyyətlə bu sümüklər, üstə olan sümüklər ki var, almacıq, ənc sümüyü, bu kimi sümüklər, bunlar hamısı bizdə kəllə əsası sümükləri gedir. Cəmi
əsas xərbiçədə əsas edir. Bir də üst sümüklərdəki 15 də sümükdür. Körpücük sümüyü. Baxırsan burada. Görürsən? Clavicle yazılır. Scarpula da yazılan körpücük sümüyü. Latin dilində adlarıdır. Ehtiyac deyilsən onu bilməyinə. Amma mən vermişəm şəkildə. Deməli, körpücük sümüyü 2 ədəddir. Yaxın görürsən. Öndən gəlib hara birləşir. Bu tərəfdən döş sümüyünə birləşir. Buradan da gedib kürək sümüyünə birləşir. Yəni 2 dənə sümüyə birləşəcək. Kürək sümüyü, desəm, bax, körpücük neçə növ sümüyə birləşir. Yəni, bir öndə yassı, arxada da yassıya birləşir. Özü bəs, özünün növü qarışıq sümükdür. Ümumiyyətlə, qarışıq sümüklərə biz onurğamızda 33-34 fəqərə var. Düzdürmü? Hamısı qarışıqdır. Fəqərlərin hamısı qarışıq. Üzümüzdə akina sümüyümüz, üst sümüklərimiz, bunlar qarışıq sümüklərdir. Bu qədər. Bir də diz qapağı sümüyümüz var ki, o da qarışıq sümükdür. Ya süncəli maddədən təşkil olunur. Nəyə bilmirsən ki, bu yasaya da oxşuyur. Bir dəfə qarışıq sümüyə də oxşuyur. Qarışıq sümüklər müxtəlif funksiya və quruluşa malik olan sümüklər deyilir. İndi baxırsan, sümüklər və onların böyüməsi. Sümüklər necə böyüyür? Ümumiyyətlə, biz sümüklərin böyüməsini danışırıqsa, onların böyüməsini sürətləndirən amil idman etməkdir, qaçmaqdır, üzgüylə məşğul olmaq. Davamlı olaraq sümüyü zora salmaq, zərbə salmaqla biz sümükdə böyümə proseslərini aktivləşdiririk. Ona görə deyirlər ki, idman eləmək uşaq yaşlarında türekdən də artırmaq. Bunlar boyatmağa müsbət təsir göstərir. Bu zaman nə baş verir? Sən idman elədikdə oynaq başı oynaq çuxurunda fırlanır, ona zərbə ilə toxunur. Bu təkanlar, toxunmalar nəticəsində sümük başı yumru hissədə bölünmə prosesi sürətlənir. Bütün bölünmələr gedir və sümük başı uzunluğa doğru böyümür. Deməli, sümüyün uzunluğa böyüməsində təsir göstərir. Sümüyün uc hissəsi, yəni baş hissəsi deyirik buna biz epifit hissəsi. Bir də var sümüyün üzərində ortayan sümük üstlüyü. Sümük üstlüyü sümüyün üzərini nazik bir qat kimi örtür, amma bu neyinir? Sümüyün eninə bölünməsini təmin edir. Yəni, qıraqdan buradan belə də bölünərək qırağa doğru diametri başlayır artırmağa. Qızlarda 18 yaşa qədər, oğlanlarda 20 yaşda biz deyirik, boyatmaq dayanır, sümüklərin aşağı dayanır. Amma bu o demək deyil ki, sümüyün yeni toxumasının yaranması dayanır. Bunu da saxlayır. Sümük toxuması ömrümüzün sonuna qədər əmələ gəlir. Amma böyüməsindən söhbət gedirsə, bu qızlarda 18, oğlanlarda 20 yaşda. Amma bu dəqiq rəqəm demir, təbii ki, xeyirli ola bilər ki, hansısa qızda 21 yaşına qədər boyata bilir. Yəni bu orta statistik rəqəmdir, yadında saxlayaq. Hesablamalarda da düşəndə biz bu formada hesablayacaq. Məsələn, bizə verə bilər 80 yaşlı bir insanın maksimum neçə il əvvəl boyatma dayanır? Qızda oğlan. Maksimum deyirəm. 18'e çıxıram, 20'də çıxıram. Maksimum hansını alıram? 20 çıxar, 60. 60, 18'e çıxsa 62. Maksimum 62. Ay, bu belə bir testdə sual var. Deməli, bu da yadımızda qaldısa bizim, demək ki, bax, sümüyü sümüyü də burada göstərilibdir. Fikir verirsən, qısa sümük orada. Sümüyün epifiz bura, bir də var ortasız diafiz adlanır. Sonra, daha bayaqları danışdığımız skelet ümumi yazmışam, burada hamısını bir vermişəm. Baxaq bir məsələ döş qəfəsinin skeletinə qabırğalar. Qabırğalar gəlib öndə döş sümüyünə birləşir. Arxada nəyə birləşir? Arxada fəqərlərə birləşir. Sən indi danışacağam, amma yenə də bir başlanğıc kimi verək. Sümüklərin növ sayını keçdik. İndi qabırğanın nə növdə olduğunu bilirsən. Deyə bilərsən bizdə deməli döş sümüyünə neçə növ sümük birləşir? Bir növ. Hansı? Qarışıq. Düzmü qabırğa deyirsən? Qarışıq qabırğa, amma bir dənə də birləşir. Yassı qabırğa deyirsən, bir də qarışıq körpücük. Əslində iki növ sümük birləşir. Deməli, biri yassı sümüklər, qabırğalar, bir də körpücük sümüklə gəlib birləşdiyi üçün qarışıq sümüklər də birləşir. Yaxşı, mənə də görüm, fəqərlərin iki növ sümük birləşir. Bir növ. Hansı bu bir növ? Bir yassı. Birini də görsəksən qabırğalar götürürəm. Qarışıq və yassı sümüklər olacaq. Çünki hər bir fəqərə özündən yuxarıda, aşağıda demək, qarışıq sümüklə birləşir. Sağdan da solunda qabırğa götürəndə yassı sümüklərlə birləşə bilir. Hətta götürəndə aşağıda o maf fəqərəsində sağdan soldan çanaq birləşir. Çanaq da yassıdır, yəni götürə bilir. Hətta birinci boyun fəqərəsində ənsə birləşir. O da yassıdır, götürə bilərik. Sonra baxırsan birləşməyə ardıcıllığına da fikir ver. Kürək sümüyü birləşir oradakı oynaq başına bağlı sümük, saitmə, saitdə iki dənə sümük. Mil və dirsək sümükləri əldən göstərir. İndi bu çanaq sümük.
Çanaq sümüyünə bax, oynağa ilə birləşib. Boğut. İçinə baxmışam, qalmış incik. İncik ondan biraz aşağıda. Bu heç də elə göstərib bittiysə, bu da birləşir, amma budu görmür. Ona birləşmir. Ondan biraz aşağıda yerləşir. Sonra keçid alırıq. Birinci danışıq döş qəfəsindən. Bunu biraz verəm. Sonra kəllədən danışıq. Deməli, sümüklərin böyüməsindən danışdıq otundan və elinə bölmə. Keçək danışaq biz gövdənin skeletindən. Gövdənin skeleti ibarət onurğanın skeleti və döş qəfəsi sümüklərindən. Ümumiyyətlə gövdə skeleti deyəndə yada düşür onurğa, sonra qabırğalar, bir də döş sümükləri. Bunlar ibarət. Sonra onurğada neçə fəqər var? 33-34 fəqər olacaq. Və bunlardan 7 boyun fəqərəsi var. 12-si döş fəqərəsidir. 5-i beyin, 5-i omar, 4-5 isə büyüsüm sümüklərindən fəqərlərindən təşkil olunubdur. Və belə deyək, biz onu buradan danışırıqsa, burada bilməliyik ki, 58-59 sümük olacaq. Gövdənin ümumi skeletində 58-59 sümük olacaq. Və döş qəfəsinə gəlsək, döş qəfəsində 24 dənə qabırğa var. 12-si döş fəqərəsidir. Biri də döş sümükdür. Cəmi 37 sümük eləyəcək bizdə. Və qabırğalarda yadda qalmalı işimizdə, gəlin burada şəklə baxaq. 7-si, daha doğrusu 6-sı həqiqi qabırğadır. 7 götürək də 14 sağda solda. 14 həqiqi, 6-sı yalançı, 4-ü sərbəst. İndi şəkildə açsam, bu şəkildə var. Bunu böyüdək biraz. Sayırsam, 1, 2, 3, 4, 5, 6, 7. Gördün? 7-yə bax, yandan qıxırdaq birləşir. Başqa 1, 2, 3. 1, 2, 3. Bir şey verdim. Deməli, 3 cüt olan, yəni 6 ədəd yalançı qabırğa deyirik ona. Çünki gəlib özü sərbəst qıxırdaqla döş sümüyünə birləşmir. Necə birləşir? 7-ci qabırğanın qıxırdağına birləşir, onunla bərabər birləşir. Ona görə biz onlara deyirik nə? Yalançı qabırğa. Bir də var üzən qabırğa. Üzən qabırğa fikir ver, aşağıdır. 2 dənə, 2 bu, 4 dənə cəmi qabırğamız isə üzən qabırğalarda deyilər. Bəzən qabırğanı çıxartdırmaq falan. Əslində qabırğanı çıxartdırırlar, biraz kəsirlər. Bel incə olsun deyə müayinədə bu edilmir. Eşitmiş olarıq. Bu da bizim olur döş qəfəsimizin skeleti. Və bizdən soruşa bilərlər ki, döş qəfəsimiz neçə sümüklə birləşə bilər? Qəfəsimiz birləşəcək nə ilə? 2 dənə körpücük. Sizin dəftərimizə qeyd edək biz. Döş qəfəsi sümüklə 2 dənə körpücük sümüklə birləşir. Sonra başqa nəyə birləşir? Bax gör. Yassı sümüyə birləşir. Növ saydım. Sümük saydım. Mən belə fəqərə sıralam. Aha. Döş qəfəsi. Düzdürmü? Döş qəfəsi birləşəcək. Birləşir. Baxırıq. 1. Döş qəfəsi birləşəcək. Axırıncı boyun fəqərəsi. Düzdürmü? Axırıncı boyun. Sonra bel fəqərəsi. Düzdürmü? Birinci bel fəqərəsi. Sonra döş qəfəsindən başqa nə birləşir? 3. Üçüncüsü də körpücük birləşirmi? Bəli. Körpücük də birləşir. Neçə sümük birləşir oldu? Sümük. 2 bu, 1, 4. Aha. Bəli. 4 sümük birləşdi. Cəmi 4 sümük. Belə. İşte alırıq. İndi baxaq kəllənin skeletinə. Kəllənin skeleti təbii ki, beyin hissədən, bir də üz hissədən ibarətdir. Ümumiyyətlə, kəllənin cəmi götürəndə 23 sümüyü var. Bunun 8-i beyin şöbəsində yerləşir. Qalanı isə, yəni 15 isə üz şöbəsində yerləşir. Hansılar beyin hissədə olan? Birini alan, bir ənsə, 2 dəfə, 2 toplayanda 4, 6 dənə. Bir də kəllə qutusunun içərisində əsas bir də xəlbir sümükləri var ki, xəlbir sümüyü də burada yerləşir. Və onların cəmi beyin hissəsini təşkil edəcəkdir. Biz dedik ki, bayaq ki, kəllədə olan sümüklər, necə sümüklərdir? Qarışıq sümüklərdir. Düzdür, bir dənə hansını çıxmaqla kəllə qutusunu yaradan sümüklər çıxmaq şərti ilə. Baxaq, üz hissədə nə yerləşir? Bir dənə hərəkətli, kəllədə bir hərəkətli sümüyümüz var. Bu da ağ kinədir. Dil altı sümük, baxın, burada bu eyni hərəkət eləməsi xidməti qış sümüyü var. Sonra 2 burun sümüyü, bax, sağdan soldan
Almaca sümüklərini bax, sağdan soldan bura qədər almaca. Bax, buradan bu diş üzərində olaraq, buradan sağ əncə, sol əncə, içinə əncə nədir? Sol, sağ tərəfdən ənc sümükləri gəlib birləşərək üzərində də olacaq dişin yuvaları. Ümumiyyətlə bizdən soruşa bilərlər ki, dişlər neçə sümüyün üzərində yerləşir? Bax, görməlidir, dişlər neçə sümüyün üzərində yerləşir? 1. Hansı bir? Yalan. Yanaq sümüyündə diş yerləşir. Yanaq bura. Çənə, alt çənə. Bir, alt çənə, sonra bir də bax, Üst. fikir verirsən, bunu ənc sümük. Bura qədər bir ənc, bu tərəfdən bir ənc. İki dənə də üç çənə. Bir alt çənə, iki üst çənə. Cəmi neçə sümük üstündəymiş? 3 sümüyün üzərində. Sümüyün üzərində yerləşirmiş. Sonra bunu da bağlayıb belə. Ümumiyyətlə, kəllə qutusunda dedik ki, sümük birləşmələri haqqında danışacağım. Kəllə qutusunda bir hərəkət sümüyümüz alt çənədir. Və əsasən kəllə qapaqlı olan sümüklər hərəkətsizdir. Kəllə skeleti hərəkətli sümüklərdir. Beləliklə, alt çənəmiz hərəkətli olacaq. Bir də ümumiyyətlə, kəllə qutusu biz kəllə sümüklə oynaq hərəkət edəcək. Girəcəklə alt çənə. Buradan bir oynaq, buradan bir oynaq. Düzdürmü? Alt çənə keçir oynaq içinə. Alt çənə. Üç oynaq. İki oynaq. İki bu. Bir də birinci boyunla demişim atlas sümüyü var. Birinci boyunla atlas sümüyü verir. Buradan yazacaq atlas sümüyü. Bununla ənc sümüyünü eləyir. Ənsə sümüyünü eləyir. Birləşir. Ənsə sümüyü birləşir. Hərəkət verir. Biz onun sayəsində başımızı sağa sola yuxarı çıxır. Hərəkət verir. Bir də budur. Deməli, 3 dənə oynağın yaranmasında iştirak edəcək. Aydın? Da dostum deyəm. 2 bu, bir də 3 dənə oynaq. Bu belə. Bu da oldu bu şəkildə. Deməli, hansı birləşmə kəllə qutusunda yoxdur? Yarım hərəkətli yoxdur. Yadda qalar. Yarım hərəkət birləşməyə kəllə qutusunda biz təsadüf etməyəcəyik. Baxaq, ətrafların skeleti bir də burada yenə yazmışıq. Bunların yuxarı tərəfin skeleti qurşaq köpücük kürək, sərbəsi onsuz bilirsən. Aşağı tərəfdə çanaq sümüklərinin təşkil olunmuşdur. Çanaq ucu, qası, qalça, oturaq sümüklərinin birləşməsindən yaranmış olan yassı sümükdür. Keçid alırıq. Sümük birləşmələri. Hansı sümük birləşmələri var? Bir danışırıq. Hərəkətsiz birləşmə. Bütün kəllə sümükləri çəndən başqa hərəkətsizdir. Döş sümüyü hərəkətsizdir. Kürək sümükləri hərəkətsizdir. Oma və püstün sümüklərimiz hərəkətsizdir. Bir də fəqərələr bir də var çanaq sümükləri öz arasında hərəkətsiz birləşmələrini əmələ gətirir. Keçdik yarım hərəkətli nədir? Yarım hərəkətli köpücük sümükləri var. Burada müəyyən qədər biraz yarımçıq hərəkət var. Qabırğa. Qabırğa yerində, buradakı döş sümüyə birləşir. Biraz yerində belə olmuyor. Nəfəs alırsın, nəfəs versən. Bu cür birləşmə, yarım hərəkət birləşmənin sayəsində döş qəfəsinin genişlənib boşalması baş verəcək. İkinci, yetinci boyun və döş fəqərələri var ki, onlar da yarım hərəkətli birləşməni yaradır. Niyə döş fəqərəsi, ya qabırğanın yarım hərəkətli, niyə döş qəfəsinin genişlənməsi baş verdiyi üçün qabırğa biraz yerində kullanır, buna xidmət edir. Hərəkətli nədir? Alt çənənin birinci boyun fəqərəsi, bir də ətrafların skeletindəki birləşmələr bizə nədir? Hərəkətli birləşmədir. Ən çox düşənlərdən oma və büzüm sümüyünün birləşməsidir ki, bunlar dəqiq bilməlisən ki, hərəkətsizdirlər. Belə. Bu şəkildə keçdik. İndi baxırıq, nədən danışırıq? Bizdən soruşa bilər ki, gövdənin skeletinə neçə sümük birləşir? Gövdənin skeletinə, gövdədən kənar, gövdədən kənar neçə sümük birləşir? Fikirləşirək. Neçə sümük birləşir? Gövdə. Gövdənin skeleti nə idi? Onurğan, qabırğalar, döş sümük. İndi də görün. Bunlara kənardan gövdəyə daxil olmayan neçə sümük birləşir? Boyun fəqərəsi. Boyun
Boyun federasyon bu daxil değil mi? Böyle. Bəli. Onların tərkibindədir. Boyun federasyon nəyə birləşir? Onu gözləyə bilərsən. Boyun federasyon birləşdiyi sümüyü saya bilərsən. Mən boyun fəqrəsinə birləşir biləm. O kürək oradan birləşmir. Bağlarla qalır. Birləşmir. Boyu bax. İndi onu o şəkildə açacağım. Atlasını göstərəcəm sənə. Deməli, sən deməlisən ki, bu birinci boyun fəqrəsi ənsəyə birləşir. Düzdürmü? Bir ənsə sümüyü. Ənsə. Bir dənə ənsə sümüyü. Sonra aşağıdan nəyə birləşir? Omanın birinci, ikinci fəqrəsi, ikinci fəqrəsi çanaqla birləşir. Demək, iki dənə çanaq sümüyü. Amma iki çanaqla birləşir. Sonra başqa körpücük də var mı? Bəli. İki dənə körpücük. Cəmi sümüyüdür. 5. Cəmi 5 sümüyü. Doğrudur. Doğrudur. Bu qədər. Deməli, indi keçdik danışmağa səndən. Nədən? Deməli, bizə belə bir şey soruşur. Onun adı daxilində qalsın. Onun adı tərkibində 33-34 fəqrə. Düzdürmü? Bunların hamısı tək sümükdür. Niyə? Onun görə tək sümük düşüyor. Onun adı təşkil edən fəqrələr. Bax, bel fəqrəsi başqa cür quruluşdur. Boyun fəqrəsi başqa cür. Hərəsi özünün nəsil birlikdə. Ona görə sən düşünmə ki, onun adı tərkibində 34 fəqrə olsa, küt olar. Xeyr. Onun adı olan bütün sümüklər təkdir. Bunu qeyd edək. Onun adı olan bütün fəqrələr tək saydadır. Yadırlar. Bəli. Sonra yəni bunu da qeyd edək. 33, 34 qabraqdan. Sonra bizə başqa nə düşür? Başqa düşə bilər. Onun adı təşkil edən bayaqları danışdıq ki, boyun, dömür, bel, oma. Yəni də buranı deyəcək. Deməli, bizdə 7 boyun fəqrəsi var, düzdürmü? Qeyd edirsək, 7 boyun fəqrəsi. 7 boyun fəqrəsi, hər bir 7 boyun fəqrəsi, kəsi ilə birləşir səncə? Bir sümük. Peki olsun. Yuxarıdan bir, aşağıdan bir. 2. Hər bir boyun fəqrəsi 2 sümüklə birləşir. Birləşir. Yazırsan ki, birinci boyun fəqrəsi ənsəyə, özünün əvvəl ənsəyə, sonra bir də plektin növbəti, digər boyun fəqrələri isə özünün əvvəlki və sonraki fəqrə ilə birləşir. Boyundan sonra hansı gəlir? Döş fəqrəsi, düzdürmü? Döş fəqrəsi neçə sümüklə birləşir səncə? 2. Dəqiq olsun. Yuxarıdan döşün özü, birinci döş yuxarıdan boyun fəqrəsinə, axırıncı boyun. Sonra özündən sonraki döş fəqrəsinə, tatmin soldan da qabraya. Yəni 4. Nə edirəm ki, döş fəqrəsi 4 sümüklə birləşir. Gövdədən kənar birləşmə əmələ gətirmir. Məsələn, boyun əmələ gətirdi. Ənsə ilə birləşdi. Amma döş sümüyü əmələ gətirmir.
Gözəl. Sonra yazırsan ki, 5 ədəd fəqərədir. Hər biri kesimlə birləşir. Özünün əvvəlki, sonraki fəqərə. Yəni iki sümüklə birləşir. Birləşir. Növbəti yaz. Oma. Oma fəqərəsi. Qarşıdan piləyə qoyur. Yaz ki, birinci, ikinci oma nəylə birləşir? Çanaq. Düzdür, sağdan solun çanaq. Yaz. Birinci, ikinci oma fəqərəsi iki dənə çanaqla və yuxarıdan aşağıdan fəqərə ilə birləşdiyindən 4 sümük birləşməsi əmələ gətirir. Deməli, bax. Fikir ver. Dönə. Necə fırlada bilirsən? Maraqlı. Böyle bilirsən. Biz belə meyillər bakırsan. Fəqərələr bax. Özü fəqərələrə bax. Çox yanıma fikir ver. Necə biri uzun, biri qısa. Hərəsinin yanıcını istəyərli. Hətta bu omaya bax. Omasını da bizim deyildi. Bəxət bizim harada eyilir. Ya fırladacaqsan, baxacaqsan. Hansı ara birləşir. Bax, kürək sümüyünü bax, oynaqsın. Görürsən, qol biraz birləşir. Döş sümüyünə nə birləşir. Öz adına bax, vurursun. Klarifla. Bunu yazırsan, məsəl üçün qolğa, nə olacaq çıxır. Sağ, sol, göz. Yazırsan, qabıqa, ikinci qabıqa, üçüncü, dördüncü göstərir. Qabına bax. Gözdən göstərir. Bax, çevir. Omasını saklanır. O saklanır deyil sonra. Sonra bax, çevirir. Birinci boyun fəqərəsiz. Bax, atlas bir gedir. S1 gedir. Sonra bax, döşün üçlərini gedir. Çevir. Gedir. Sonra bax, burada var. Məsəl üçün, buradan bunun var. L1. Beldeşlər L1 gedir. O birisi L1 gedir. L1, L2 falan deyil. Qavuşulmadı. Belə. Bu olur bizim deməli geriyə qayıtsaq. İndi bax, məsələn, çanaq sümüklər. Omaya birləşməsi göstərilib. Bax, üzərində oynaqlar fırladıb baxa bilirsən. Belə. Sonra geriyə qayıtsaq. Məsələn, tək onu baxmaq istəsən. Baxa bilirsən. Formada. Mən onu belə tam düz getirdim. Tam düz esvari əynidir maqamız. Sonra bizdə bir dənə qaldı. Nə? Oman da yazdı. Düzdürmü? Omanı yazsa düzgün qaldı. Gəl ki, hər bir düzgün deyil. İki sümüklə birləşir. Hansı da iki sümük var? Yəni, düzgünü yox, böyle desək. Edəcək. Bax, düzgün sümüklərdir ki, fəqərlər bir birləşib sümükləşirlər. Fikir ver. Bax, bu. Görürsən, hər biri, bax, öndən bir oma ilə, arxadan birini o birisini. Öndən bir əvvəlki, arxadan, amma axırıncıya bax. Yaz ki, axırıncı büzdüm isə bir sümüklə birləşir. Axırıncı büzdüm fəqərəsi isə. Mən hər bir büzdüm iki ilə birləşir. Hər bir büzdüm iki sümüklə, amma axırıncı istisnada axırıncı bir sümüklə birləşmə əmələ gətirildi. Sənə bir dənə sualım olacaq, sən bizə qoyacaqsın. Deməli, bir görün mənə. Onurğanın iki sümüklər birləşmə əmələ gətirir. Dəftərində yazılır. Bax, onu baxır. Bax, onurğa niyə birləşir? Mən onurla birləşib döş qəfəsinə. Döş qəfəsi demək, döş qəfəsinin hansı sümüyünə? Məsələn, döş sümüyünə birləşib onurğa. Xeyr. Birləşmir, onu sayılır. T4. T4 deməyim, yox, o bizə lazım deyil. Mən maraqla demişdim. Məsələn, qabrıqaya birləşib. Bəli. Bax, yazır, 24 qabrıq. Başqa nə? Birinci boyun niyə birləşirdi? Ənsəyə. Ənsəyə, yaz. Bir ənsə. Bir ənsə sümüyü. Sonra onun hamımız nəyə birləşib boydan? Çanağa birləşib. Bəli. Yaz. 2 çanaq. Cəmicə sümüyü olur. Ortaya tutulmuş əllərini qoy. 24, 27. 27. Yaz oraya 27. Deməli, onunla tutulmuş
27 sümük birləşməsi əmələ gətirir. Düzü bayaq yazmışdıq, yine yazaq, yazırıq. Gövdə skeleti ümumi neçə birləşmə əmələ gətirəcəkdir? Gövdə birləşmə ümumi onu da döşəməsi bir yerdə. 2 köprücük, 2 çanaq, 1 ənsə. 5 sümüklə birləşmə əmələ gətirir. 5 sümüklə birləşmə əmələ gətirir. Bayaqları soruşdun ki, mənim bu onurğamız tam düz deyildi, əyridir, isparə normal əyrilik budur. Bəs bundan kənara çıxmalar var mı? Yaz. Başlıq yazırsan, onurğa əyriliklər. Onurğada əyriliklər. Normalda onurğamızda 4 istiqamətdə əyrilik var. 4 istiqamətdə əyrilik var. Hansı istiqamətlərdir? Deyirsən ki, məsələn, boyun B, boyunla B. B yadda saxlaya bilirsən. Boyun B, BBL deyirsən, BBL. Boyun B, lordoz əmələ gətirir. Önə doğru əyri nə yapmalıdır? Lordoz. Lordoz. Sonra var döşlə oma. Döş və oma necə əyriləməyə gətirir? Arxaya əyrilik. Yəni bu kifoz. Kifozu yaradır. Deməli, döş oma kifoz, boyun bel, lordoz yaradır. Bir də var ki, həddən artıq əyilmələr. Məsələn, ola bilər ki, normaldan çox əyilmə ola bilər patoloji lordoz. Yəni, normaldan çox önə əyrilik, bu olur patoloji lordoz. Bir də var ki, normaldan çox arxaya əyilmək, bu olur patoloji kifoz. Bax, bayaqlar dediyim, birləşir ki, bizə birləşir. Bu incişli ön tərəfdən bax, 2 olan qalmış kimi görürsən və diz qapağını bax. Budur bax. Patella deyirsən. Bax. Femur sümür. Bu sümür femur deyil. Qalmış. Bax. İncildi ki. Fibula deyilir. Sonra bax, ayaq pəncəsindəki arxa sümür bax, biləklik, ayaq sümürlər bax. Havuz, burada bax, görürsən bunlar. Bax, hamısının bir adlarını baxa bilərsən, istəsən. 3 burada ama ayağını da bir yerdə verəcək. Həşə düzür. Burada 3 yerdə düzürdür. Taban sümüyü var axıda. Biri bu. Sonra gəl. Burada düzülmələr. Baxın, bunlar da falanqalardır. Sonra bir tərəfə. Buradan. Sınağın oynaq başlıq. Sümüyün oynaq başlıq. Bir daxil olub sınağın içərisində. Başka ne görmek istersin? Bak bu. Bunu bir yakından bak. Tabanı bak. Bu taban. Bak önde bir. Böyle bak. Bunlar üçler. Üçler sürüşler. Bak. Ortadan sorsan. Bunlar. Bir. Bak. Ve bir derece bu. Üçüncü derece bu. Üçüncü derece bu. Sonra alırıq yuxarı. Bax, bu gördüyün var. Kürək sümüyü birləşir. Bu ətraf. Bu nəyə birləşir? Bədənimizə. Döşə birləşdiyi üçün o bizə birləşir. Bax, deməli, bu bizim bazı sümüyü. Amma bax, burada görürsən, hər ikisi gəlib bundan birləşir. Görürsən, qamış da. Qamış deməkdə sahib sümüklər hansılar oldu? Mil və dirsək sümüyü. Mil və dirsək sümüyü. Və burada da çıxıntını da görə bilirsiniz. Sümüyün çıxıntısıdır. Bu da belə. Bax, 2 cərgədir. Bax. Bir bu, bax, bu ikisi bir cərgənin. Bunun 3'ü. Hələ burada bir axırda bax. Bu da var. 4. Yəni, bir cərgədə 4 dənə sümük var. Bu bir sümük. 2, 3, 4 dənə sümük. Bunlar heç nə. Bunlar falanqalar, əldən ağ sümükləri. Bunlar da üstdə olan da falanqalar. Bu da belə. Bu da yadda qalar. Başqa bizə kəllə sümüyü var idi. Bunu elə deyil.
Hansı bilərik? Və qaldı kəllə sümüyü. Kəllə sümüyünü bu rəngçisini açaq. Bax. Burun, bu portağal eti var, burun sümükləri var. Bunlar. Ortaya bax, ortadakı ayran. Qış sümüyü deyil. Baxın. Baxın. İçərini açsın bax. Bu mavi görsən, kəpini yoxşan. Bəli. Bu olur deməli əsas sümük. Bax, onun bunu bilirsən ki, nədir? Ənsə. Ənsədir. Yaxşı olmur ki, Gicgə. bu almaca sümüyü budur. Ən sümüyü bax, bu ən sümüyüdür. Bax, sağdan solunu görək, üstünə işləmədir. Gözün içini görsən. Alın sümüyü bilsəsi, əsas sümüyü aşağı divar fikir verir. Bax, ən sümüyü. Görürsən, bunun içərisində olan sümüklər. Belə bir foyaya, ürəyin altı istəyib baxa bilirsən. Daha çevirə bilərsən. Məsələn, belə də baxa bilərsən. Bax. Yenə bax. Haydi, bax, içəriyə belə bax. Burada seçmək olur. Belə o sarı xətlər var ki, istədiyin sümüyü ardını belə yönətmirsən. Nasıl qaldı? Mən birdən gözənizə qaçır edirəm. Məsələn, ağacın yarpaq falan. Onu belə ovuşdurandan sonra əslində o gözümüzdən çıxmırdı. O hara gedir? Heç şey getmir. Çıxır özü. Çıxır. Axıra gedə bilməsən. Göz yaşı bezləri gözü sulandırır ki, o su ilə bərabər buradan çıxmalıdır. Göz yaşı bezləri ona görədir. Bax, bu da fayda boyuna birləşmədir. Göstərir, çevir. Bu da bizim kəndi sıxıntımız. Buradan yəqin sualımız yox. Mən hamısını dedim, mən hamısını dedik. 3 dəfəsini birləşdiyimiz dedim, mən məsələn nə etmişdim? Bunu qan dedim, gövdən ümidiydim. Hə, bir dənə qaldı, əyriliklər. Yaz ora ki, 2 vur 6, 2 vur 6 bərabərdir 12. Bu nə demək? Bu bizim bir kodumuzdur. Məsələn, biz deyirik ki, olma əyriliyi yaz. Buradan qarşılayırız. Olma əyriliyi doğulduğunda yumuşaqda var. Doğuşdan uşaqlarda olmur.